Salam əziz abituriyentlər. Bugün mən sizə kimyəvi rabitə bölməsindən olan kristal qəfəsin tipləri testinin izahını verəcəm. Deməli, birinci sualda deyir ki, kalium sulfiddə kimyəvi rabitənin növünü müəyyən edin. Kalium sulfid, yəni kalium 2S. Burada deməli, maddənin tərkibində həm metal, həm qeyri-metal var. Metal və qeyri-metal arasında da əmələ gələn rabitə, deməli, ion rabitə olur. Bizə rabitənin növünü müəyyən edin, əlbəttə ki, olacaq ion. Həm də kristal qəfəsin tipi də elə ion kristal qəfəsidir. Doğru cavab B variantı. İkinci sual. Spirtlər bərk halda hansı kristal qəfəsə malikdir? Deməli, spirtlər bərk halda molekul kristal qəfəsə əmələ gətirirlər. Cavabımız olacaq D variantı. Üçüncü sual. Doymuş karbohidrogenlər bərk halda hansı kristal qəfəsə malikdir? Ümumiyyətlə belə deyim də, üzvü maddələr əgər tərkibində metal atomu yoxdursa, deməli hamısı olacaq, bir də ki metal atomu olmasa da, məsələn, ammonium ionu. Əgər yoxdursa, hamısı olacaq molekul kristal qəfəs, bərk halda. Deməli, yenə cavabımız doymuş karbohidrogenlər hansına aid olacaq? Molekula. B variantı. 4-dədir, hansı maddənin kristal qəfəsinin düyünlərində ionlar yerləşir? Əlbəttə ki, ion rabitəli, yəni ion kristal qəfəsi. İon rabitəli maddələr ion kristal qəfəsi əmələ gətirir. Yəni, biz də ion kristal qəfəsi bir maddə götürməliyik. O da olacaq A variantı. 5-dədir, hansı birləşmə atom tipli kristal qəfəsə malikdir? Burada cavabımız olacaq silisium karbid. Ümumiyyətlə, silisiumlu birləşmələr atomdur. Bordur, almaz, qrafit, bunlar atomdur. Hətta belə silisiumlu birləşmələrdə amma bir dənə istisna var ki, silisium H4 silan qazı. Bu qaz halındadır və bu molekul kristal qəfəsinə aiddir, atoma aid deyil. İndi burada cavabımız olacaq D variantı. Məsələn, A ilə B molekuldur, C ilə Y iondur. 6-cı sualda deyir, hansı sıradakı maddələrin hamısı bərk halda atom kristal qəfəsi əmələ gətirir? Deməli, atom dediyinə görə biz burada götürəcəyik Y variantını. Silisiumdur, bordur, silisium karbiddir. Bunlar hamısı bərk halda atom kristal qəfəsi əmələ gətirir. 7-ci sual. Bərk halda yalnız molekul kristal qəfəsidir. Birləşmələr olan sıranı müəyyən edin. Deməli, bərk halda yalnız molekul kristal qəfəsi. Deməli, ancaq bərk hala keçsə əmələ gətirər də molekul kristal qəfəsin. Ona görə burada cavabımız olacaq A variantı. Normalda bunların heç biri bərk deyil. CO2 qazdır, H2O mayedir, CH4 qazdır. Bunlar bərk halda molekul kristal qəfəsi əmələ gətirəcəklər. Yalnız bərk halda. Amma belə adi şəraitdə gətirmir. 8-dədir, bərk halda yalnız molekul kristal qəfəsi birləşmələr olan sıranı müəyyən edin. Yenə burada deməli cavabımız olacaq D variantı. Yəni, digər variantlarda metal var, ion var, atom var. Cavabımız olacaq D. 9-dadır, maddələrin kristal qəfəsinin tipini müəyyən edin. Silisium dioksid, yəni silisium O2, əlbəttə ki, olacaq atom. Atom. Almaz, karbon. Karbon altrok şəkildəyişməsidir. Deməli, olacaq atom. Yəni, atom. Ağ fosfor. Fosforun allotrop şəkilləşmələrindən ağ fosfor molekuldur, molekul. Amma qırmızı və qara fosfor isə atom kristal qəfəsinə aiddir. Yəni, ağ fosfor olacaq molekul. Deməli, atom və molekul. Cavabımız olacaq C variantı. 10-cu sualdır, maddələrin kristal qəfəsinin tipini müəyyən edin. Deməli, ağ fosfor molekuldur, qrafit. Deməli, olacaq atom. Natrium hidroksid, yəni natrium OH-dır. Bu da ion rabitə saxlayan maddələr bilir ki, ion kristal qəfəsinə aiddir. Bu da ion. Molekul, atom və ion. Cavabımız olacaq C variantı. 11-ci sualda deməli maddələri verib, əmələ gətirdiyi kristal qəfəsin tipi. Deməli, S8 olacaq, burada qeyri-polyar kovalent rabitə saxlayan maddəyə aiddir. Qeyri-polyar rabitə saxlayan maddələr elə molekul kristal qəfəsinə aiddir. Deməli, X olacaq molekul. Kalium xlor, ion rabitəsi olan birləşmələr ion kristal qəfəsinə aiddir. Deməli, Y olacaq ion. Silisium karbiddəki atomdur. Atom. Deməli, molekul, ion və atom cavabımız olacaq elə A variantı. 12-ci sualda deməli əmələ gətirdi kristal qəfəsin tipi. P4 olacaq ağ fosfordur. P4 deməli olacaq molekul. Molekul, natrium xlorid. Deməli ion rabitə var. Ona görə ion kristal qəfəs. Silisium O2 silisiumlu birləşmələr dediyi atomdur. Bir dənə silisium H4 istisna idi, molekul idi. Molekul, ion, atom. B variantı.
13-cü sualda hansı maddənin kristal qəfəsinin düyün nöqtələrində ionlar yerləşir? Yəni ion kristal qəfəsinə aid olan bir maddə götürməliyik. O da olacaq C variantı, çünki ion rabitəsi var. 14-dədir, hansı maddə adi şəraitdə kristallikdir? Yəni bərkdir. Onu demək. Adi şəraitdə bərk olan bir maddə. Deməli, qarışqa turşusu mayedir. Etanol etil spirtiddə mayedir. Qliserin mayedir. Metanol mayedir, amma fenol bərkdir. Deməli, cavabımız D variantı. Kristallikdir, yəni bərk halda. 15-də də hər iki maddə adi şəraitdə kristallikdir. Deməli, burada da elə cavabımız A variantı olacaq. Çünki ortofosfat turşusu H3PO4, o da bərkdir, fosfor da bərkdir. 16-dır, hansı halda hər iki maddə adi şəraitdə kristallik maddə əmələ gətirir? Yəni, adi şəraitdə yenə bərk olsun. Bu dəfə Y variantı. Kükürddə kristallik kükürt. Fosforda ağ fosfor bərk halda olur. 17-dir, qeyri-molekulyar quruluşlu maddələr sırasını müəyyən edin. Deməli, bax, kristal qəfəsin 4 tipi var. Molekul kristal qəfəs, ion, atom və metal qısa yazıram. Və bunu da 2 yerə bölürük. 2 cür qruplaşdırıq. Molekul kristal qəfəsi molekulyardır. İon, atom, metal isə qeyri-molekulyar quruluşlu sayılır. Molekulyar qısa yazıram. Deməli, 4 tipi 2 yerə böldük. Molekul kristal qəfəsi molekulyar quruluşlu gedir. İon, atom, metal kristal qəfəsinə aid olan, yəni bu üçünün hansı biri olsa qeyri-molekulyar gedəcək. Yəni qeyri-molekulyar deyəndə molekul olmasın. Bu üçündən hansı olursa olsun götürərik. Məsələn, A variantında molekuldur hamısı götürmürük. C-də də molekuldur. Y-də də molekuldur. D variantı, D variantında H-xlor molekuldur. Ona görə B variantında birinci iondur. Digəri atomdur, sonra metaldır. Üçü də bayaq dedik, hansına aiddir? Qeyri-molekulyar quruluşluya. Cavab olacaq B variantı. Deməli, 18-ci sualda bəsit maddələri verib bizə oksigen, bir də ağ fosfor. Kütləsi XY, qeyri-polyar karbonat rabitənin sayı biri N-dir, biri də 24 N-dir. Deyir, Y-in X-ə nisbətini hesablayın. Deməli, oksigen. Oksigenin rabitəsi, yəni açıq şəkildə göstərsək, qeyri-polyar karbonat rabitənin sayı oksigende 2-dir. Qarşısında yazıram 2. Ağ fosforda P4-dür. Bunu da belə yazırıq. 3 dənə fosfor kənarda, biraz belə yazaq. Bir dənə də ortada. Belə öz aralarında birləşir. Sonra da ortaya bir dənə rabitə hərəsindən. Cəmi 6 rabitə var. Burada da oldu 6. İndi oksigenə N verib. Yəni bu N elə 2 qəbul eləsək, oksigende 2-dir, qarşısına verib N. N-imiz olsa 2. Bəs 24-də neçə olacaq? 24 tur olsun 2. 48. Onda bu demək ki, N2-dir. Elə oksigendən 1 mol götürülüb. Molla yazıram qarşısına 1 mol. Ağ fosfordan isə normalda birində 6 rabitə var. Neçə rabitədir burada? 48 rabitə. Onda neçə ağ fosforu götürülüb? Neçə mol götürülüb? 48-i 6-ya bölürük. Eləyəcək 8 mol. 8 mol da ağ fosfor var. İndi 8 mol ağ fosforun kütləsini, yəni Y. Y 8 mol ağ fosforun kütləsidir. Böləcək 1 mol oksigen kütləsinə. Yəni 8P4-ün kütləsini 1 oksigenin kütləsinə böləcək. Belə böləcək bu şəkildə. Yəni 8P4. Bir daha bunu hesablayaq. P4-ün emeri 31 4-də 124-dür. Y-in qiyməti olacaq 8 vurulsun 124. Heç vurmuram. X-in də qiyməti 1 mol oksigen. 1 mol oksigen də 32. İndi Y-i X-ə bölsək, bir dəqiqə Y bölsün X bərabərdir. 8 vurulsun 124-ü bölü 32-yə. Buradan gedir 8 yıxsar 4 qalır. 124-ü 4-ə böləndə 31 eləyir. Deməli, cavabımız olacaq 31. 18-in sualının cavabı 31 olacaq. 19-a baxaq. Maddələr və kristal qəfəsinin tipləri arasında uyğunluğu müəyyən edin. İon. İon olacaq A, bir də B. Biri həm A, həm də B. Molekul. Molekul olacaq, deməli, D, amma qırmızı fosfor. Ağ fosfor olsaydı molekulardır. Qırmızı atoma aiddir. Sadəcə D. 2-yə D. 3-ə də atom olan, deməli, Y variantı. Metal olsaydı, metalda C variantını götürərdik. Biri AB, 2-yə D, 3-ə Y.